Zero first conditional uşaqlar ümumiyyətlə qarışdırırlar. Yəni ayırd eləyə bilmirlər ki, burada hansı zero gələcək, yoxsa first gələcək. Uşaqlar, unutmayın ki, zeroda faktlar, elmi həqiqətlər, vərdişlər gəlir. Zero olanda biz cümləmizi gələcək zamanda işlətmirik. Yəni o cümlədə shall, will ifadələri gəlməyəcək. Hər iki tərəfində feillər olduğu kimi gəlir və yaxud da ki, şəxslərə biz baxmalıyıq da zaten və ya s, yes ilə qalır, yəni feillər gəlir. Aydındırmı? Və zero conditional uşaqlar biz təbiət qanunu və yaxud da dəyişməz qayda kimi düşünək. Həmişə doğru olanlardır. Burada gələcək zaman yoxdur. If ilə bağlanır. Ifdən sonra indiki sadə zaman qoyuruq. Present simple. Mən bütöv yazmıram. Ifdən sonra if plus. Ifdən sonra present simple qoyuruq. Vergül qoyuruq. Növbəti cümlə yenə də yəni present simple da gələcək. Burada shall be ifadəsi olmur. Buna uyğun nümunə yazaq. Bax, məsəl üçün, if you hit ice, vergülü qoyaq, it melts. Gördünüz mü? Yəni, ifdən sonra deyək ki, əgər buzu qızdırsan əgər, o əriyir. Yəni, biz burada, bu faktdır da, faktdır. Ona görə də biz burada shall, will ifadələrini biz götürmürük. İndi gələk first conditional haqqında danışaq. Uşaqlar, first conditional gələcək ehtimallardır. Gələcək ehtimallardır. Bunu bir plan və yaxud da ki, ehtimal kimi biz düşünək. Burada yenə də bir şey deyim sizə. If ilə bağlanacaq, amma mütləq ifdən sonra onu unutmayın ki, shall will ifadəsi gəlməz. Yəni if gələcək, ifdən sonra present simple gəlir. Present simple biz götürürük. Sonra digər cümlə isə vergülü götürək. Vergüldən sonrakına aiddir. Artıq burada will, shall gələcək. I, we ilə shall işlənir, digərləri ilə will işlənir. Gəlin buna uyğun nümunə yazaq. If it rains tomorrow, I shall take an umbrella. Umbrella. Aha, bu buradan belə düşdüm. Mən düzgün şəkildə eləmədim. Burada sadəcə olaraq onda umbrellanı buradan silək. Elə aşağıda yenə yazaq. Gördünüz mü uşaqlar? Bax, if it rains tomorrow, I shall take an umbrella. Uşaqlar, first tərcüməsi də bax belədir. Sabah yağış yağsa, çətir götürəcəm. Bu bir ehtimaldır. Hər zaman baş verən təbiət qanunu deyil. Uşaqlar, first conditionalda ola biləcək real işlər, cümlənin bir tərəfində mütləq shall, will ifadəsi olur. Amma if olan hissədə heç vaxt shall, will ifadəsi işlənməz.